Reyhan, bu yeni sağılmış, 2 qaşıq maya əlavə edilmiş, qaranlıq otaqda bir 3 saat saxladılmış, kənd qatığı canı yanında neynir? Ata, deyirəm öz aramızdır ya. Dolma sənsiz ləzzət eləmir ha. Əsas da yarpaq dolması. Hala qulaq asala. Belə sözün də var danışmağa. Ha? Reyhanı sevirəm deyib başqasına gül alan aşiqsən də, sən nisriyozla aşiqsən də. Hala nə demək istəyirsən hala? Ha? Kemal, sənə ayıb olsun. Səni görmək istəmirəm. Şirin, sən də çox sağ ol ki, onun iç üzünü göstərdin mənə. Varikozum, bu bilsən kimdir? Kim? Mənim bacımdır, Hindistandan gəlib. Odur. Reyhan salam. Kemal sənin haqqında o qədər danışıb ki, dedim Bakıya gələn kimi səninlə görüşüm. Buyur, bu güllər sənindir. Gördün mü Varikozum? Çox sağ olun. Kemal, bağışda. Mən bilmirdim. Şirin, sən bildin bilmədin, niyə onun haqqında elə danışırsan? Bildim, bilmədim hə? Mən bilsən nə eləmək istəyirəm? Nəysə. Mən bilərəm nə eləyərəm. Çox üzr istəyirəm. Reyhan. Baş sponsor Soundride. Xüsusi sponsorlar New Holland traktorları, Plus Over, Patron tumları. Neydi lan? Beni de Şirin'im. Şerbet? Sen yanasın. Ne geziyorsun burada ha? Niye gelmişsin ha? Ömrümü gülümü çürüttün. İndi eve gelmişsin. Hayır, alacağım. Sen eve geldiğin güne bile nasıl şeydi? Niye gelmişsin ha? Zehrimar. Zehrimar. Ayda! Ata! Hardasan bu vaxtda Ne can? yapalım la? Ata da la. Papa sen deyirsən papa. Allah papa la. Papa da... Ya la. Aşağımız kıyım. Kemal. Ara gecə saat 5'te bizim evdə neysə hala yattığımız yerdə, ha? Ara diyor hala. Diyor hala. Küçüktü hala. Bu ne la? Neyse la? Çünki bu söhbətdən 3 maddə xurma iyi gəlir, kirayət çadır iyi gəlir. Gedirəm içəri. Neyim ya onda ben oturum gözümdə. Çay var Özmə xalq. Ben görüm. Neyi gözlüyorsun? Şirinin meymundan təkamül eləməyini. Gözləməsi olmasa Neandertaldan Homo sapiens'e geçsin. Saxla la. Sən xoşuma gələn yatdığın yerdə yorğan döşədir. Eski gecə saat 5'te girmişsin evə. Xoşuma gələn. Hala ne hoşuma gelmiş. Değil gel. Bu da bizim ev. Değil anam yatıb. Bəs bu kimdir? Nənəmdir. Nənə? Ha. Ala ayıbdır. Ağı bilsə belə hörmət qoyursunuz, yeri yatsırsınız onu. Hala özümüz elə qoymuşuq da torpağa yaxın olsun. Hiss eləsin. Nə bilim ala. Eviniz yaxşıdır, genişdir. Qulaq as, bu evi qızdırmaq çətin olar ha? Yo şamla qızdırırıq. Aa, dədə baba qal, şam. Bu. Aycan. İyə baxı. Mama nəsə pişirib? Ha, git cavab ver də. Ala, nə it kimi inirsən la? Prinsik. Can. Ama əziyyət verirəm mamaya da. Yenə də sağ ol. Allah. Pay Nuş artıq ne? Nuş qaqaş, nuş elə. Nuş. Mama Blinski yaradır da qaqaş. Çok sağ olsun, getir bakın. Mama, Kemal'ın anası düzəldib bunu. Dedi aparım verim sənə. Gerek biz de onun boş qabına boş qaytarmayaq. Baxın dadına. Çok tatlıdır. O dəqiqə hiss olunur ki, patron yanında pişirilib. O ne yağdı ki? Bir dəqiqə gözlə. Gözlə. Oradan sen. Ondan. Bax, bu yağ.
heç bir kimyəvi qatqısı olmadığına görə yeyən kimi hiss olunur. Mədəni incitmir, ürəyi də vurmur. Vurmur, ay. Yanara, bu dəqiqə vurmağı mən eləyəcəm. Özü kəllə ilə xurustalını. Sən xeyr ola bizim evdə neysən ha? Bu bilinçikdən zaten bizim başımızı qatmaya la. Reyhan hanı? Mən Reyhan axtaran tapa bilmirəm. Hardadır Reyhan? Necə yəni hardadır la? Mama bu nə deyil? Ay, mən nə bilim nə deyir, başa düşürəm ki. Ala, özünü düşdə qoyma. Mən xəbərim yoxdur Reyhan, sən qaçırmısan. Mənə şantaj eləyəcəydin, hə? Alınmadı planın, baş tutmadı, hə? İşte kərə bala. Axınca bütün biz görüşmədik. Reyhan sən qaçdırmısan ala, mənim üstümə şəratma. Bura bax, sən nə danışırsan? Bu evə gec gələndə heç Şirinin atasını evə buraxmırdın. Sən evə gecənin yarısı girmirsən, uşağını da şərləyirsən, utanmırsan sən? Düz deyirəm də, dünənlər Şirin onun xətrinə deydi hamamda. Hələ ondan sonra nə oldusa oldu. Nə? Hamam? Mama, dünən bir dənə hadisələr baş verib, xəbərin yox deyə. Bugün mən görüşə tələsirəm. Yağma yağış, yağma yağış. Mən gözümü qamaşdıran neydi? Ha? Aha. Gözəlliyə bax bir dənə, gözəlliyə bax sənə, gözəlliyə bax. Qaşlar simmetrik, buna bax bir düz. Burun düz ortada, qulaqlar yerində. Allah, çənə düz ortada. Allah, bu nə gözəllikdir, bu nə baxmıram. Sən el baxmıram, baxa bilmirəm. Buna bax, Allah, buna bax. Qaşlar, gözlər, hamısı öz yerində. Balansa ehtiyac yox. Nə razvala, nə balansa. Bax, nə qurğuşunuza, heç nə ehtiyac yoxdur. Bax, düppədüz amma, mil kimi. Bax, düppədüz, bax, düppədüz. Aşağıdayam həyatım. Kamal, gözdə 5 dəqiqəyə düşürəm. Reyhan, sən atonla anon, sənin gözəl olmağında payları olduğu üçün özlərini xoşbəxt hiss edirlər görəsən. Yaxşı da Kamal, gözdə düşürəm. Düş. Aycan, Sibir pələngin sən eşidir. Sibir pələngi nədir? Sən mənim Afrika şirimsən. Afrika şirin? Afrika kərgədanı de, Afrika öküzü de, amma mənə şirin demə də, şirin biraz mənə ürəklanma verir, odur. Amma Afrikaya məni aparıb çıxartdığın üçün 90 kvadrat üzü sabunçu bazarına baxan bir dənə otaqlı ev sənin artıq. Mən də sənin çöl pişiyinəm. Vəhşi kimi. Bildin də necə? Səni vəhşi. Bax, sən ev remont elətdirdin ha, o yüzden yevra remont. Ay çiyinləri geniş, qaməti dik, addımı vüqarlı Oktay. Vay, bu söhbət evli, çocuklu, mutlu söhbət nə qədər gedib çıxacaq? Can, yaxşı Oktay, gəlmirsən? Sən gözləyirəm axı. Gələndə mənə fistəşka da al, mütləq. Fistəşka? Fistəşka nədir? Promoy, sən bayevoy geyinib keçinmişəm, kukla kimi, oğlan kimi gəlirəm yanına. Oktay, Ay, geyinib keçinib hara gedirsən? Səsin gəlir, özün yoxsan, hardasan? Oktay, nə boyda kişi olmusan, ağlına gəlməyib ki, pərdənin dalında gizlənəndə səsini də gizlədəsən. İndi qanın gedəcək. Mən bilirəm pərdənin dalındasan. Tez olub pərdəni götür aradan. Mən bu pərdəni aradan götürsəm, sən pərdəni ümumiyyətlə açarsan. Açım da. Oo, Oktay. Sən heç bizim toyumuzda belə geyinib keçinməmişdin. Finka ilə zaksa gedən adamsan, sən. Telefonu ver mənə. Ver, ver mənə. Ver dedim. Yox. Vermirsən ki. Yox. Yaxşı. Vermirsən ki. İndi get görüm necə gedirsən. İndi bura gəl. Necə yox? Bura gəl. Bura gəl. Mırı? Allah, bu harda deyib, bir saat deyə gözləyirəm, yallah, bir saat deyək, gəl çıxdalı da, bir saat deyək, yallah. Bax, belə sayacam, 1, 2.
Hava açıldı, yağış. Sizə nə olub? Ay mama, sən neynədin? Xlorlu deyəsən, mən xlora allergiyam var. Bana Onda tez gir evə, gir hamama çim, tez. Gəl. Qaqa, deyirəm, bəlkə qaqa, bəlkə Allah yemiş inaq olsun qaqa, qulaqları qurulsun, inaq ilə qaqa deyir, şər deməsən xeyir gəlməz. Bəlkə qaqa, şirin qaqa. Əşki, sən də dik qutar da bəsdir də. Ya da yox, heç nə demə. Nəsə deyəcəksən, şirinin qanı qaralacaq. Onsuz da qanı qaradır. Qutar da. Deyirdim, imkan bizə yapılmaz, nə deyirəm ya? Aydın bir dəfə sən mənə söz verdin. Yaxşı, qutar gəlim, ta. Yaxşı da. Şirin qaqaş, mən səni yaxşı başa düşürəm. Doğru ata. Həri. Sənə də sevgidə bəxtim gətirməyib. Həri. Mən də dilxor olanda gəlib otururam bax bu turbanın üstündə. Çox belə narahat turbadır. Soğuq olanda da bir dənə soğuq vururuq da. Hiss eləyirsən soğuğu. Ala bu dəhşət soğuq vurur ya. Ala, siz mənə hardan başa düşərsiniz ala? Şu karanlık gecenin bir sonu olmalı. Şu yağmurun, şu kuşun. Şu karanlık gecenin bir sonu olmalı. Hiç dönüşü yok bu kaçışın. Ah ben seversem ağlar gökyüzünde yıldızlar. Oo, yaxşıların qardaşı Şirin, məhləmizin fəxri. Necəsən Şirin? Nazı değmeyi mənə, dilxoram, değmə. Bilirəm. Sevgi insanı bəzən yorur, bilirəm. Sevmək hər gün ölməkdir. Bilirəm Şirin, bilirəm. İnanırsan evdə sənə qədər ağlamışam. Bilirəm Şirin, bilirəm. Gördüm ki, vallahi üstümə gəlir, dilxolçuluq idi, ürəyim partlayırdı. Getdim xalam gilə. Bilirəm Şirin, çox yaxşı bilirəm. Xalam gilə gələndə girdim hamama, əl üzümü yudum. Olan da krantı yaxşı işləmirdi. Vapşə dilxor oldum. Şirin, onu da bilirəm, bilirəm. Valla sən xəstəsən hala. Xalam ki, hamamdan danışıram hala. Bilirəm. Daha her şey bilir. O hardan bilsin? O demirəm. Ya deyirəm adam dilxor olanda üzünə suzat vurur, ayılır da. O məndə deyirəm. Nəysə mən getdim. Güzel. Aa Nazı, Hə? traktor səndir. Hə. Ala bir 40 şirin sürsün də, dilxordur. Tutar ala. İndi Şirin bir 40 sürməli demək işin olmalı, yamalı. Mənə vaxtım qızıl deyir. Qaqağınız New Hollanddan gündən 300-500 pul qazan. Mənə bax, belə ürəyiniz yanırsa bir dənə jest eləyin də Şirinə. Bizim pulumuz var. Pulunuz yoxdur, narahat olmayın. Lizingi götürə bilərsiniz. Nəysə, getdim mən. Öpürəm. Şimdi ürəyiniz sıxma, Şirin yaxşı olacaq. Şey gəlməsə yanam. Baxın, mənim ürəyim partlayacaq. Mən bilməm neyini. Ala götür telefonu, Reyhana zəng elə. Yığıram da, 15 dəfə yığmışam, telefonu götürmürəm. Götür bir dənə də zəng elə, olsun 16. Axır əvvəl götürəcək də. Zəng elə. Bu mənlə yoxum görüm. Sevmir qaqa. Sevmir. Ali ha, yaxında 50 qəpik zad yoxdur, dərman rapor eləyərdilər, demə. Bu nə deyir? Sus. Gözü zəng gəlir. Hə Şirin. Seriozum, bir də adıma vermə söz deyirəm, bir də adıma vermə. İndi əlimdə işim var, Kamalı çimdirirəm. Sonra danışarıq. Nə? Kamalı çimizdirəm mən ha, seriozum. Bizim aləmdə bilsələr ki, Şirinin seriozu hamamda. Seriozu bilinci mizdirir. Aləm deyər bir-birinə yer. Abla, teleportasiya elədi ki. Dilin ağzına gələni danışma. Mama Kamalın başına çirkli su tökdü. Onun da allergiyası var. Mən də neyniyim, saldım onu çimizdirirəm. Şapkalar ya. Neynə? Şotkara, yəni seriozum bir dəqiqə saxla. Bugün burada qan töküləcək. Qan su yerinə xıb geyəcək, bax tırrabıdan. Mənə bax, bizdə silah var yoxsa vilkamdan başa salım səni. Deşim, hə? Şirin bəsdir. Mən bu uşağı çimizdirməliyəm ya yox. Ağlına başqa çıxış yolu gəlmədi. Gəldi. Ağlıma bir dənə çıxış yolu gəldi. Onu çimizdirsənsə, mənə də çimizdirməlisən. Şirindən sənin sözüm yoxdur. Mən gedirəm. Reyhan getmə, mən də apardım, mən bu yayın hamamda almaq istəmirəm. Hara çıxırsan? Bəs deyirsən bayaqdan allergiyam belə. Mən buna qarşı allergiyam var. Yalan deyirdin. Ayıb olsun sənə. Elə sizi görüb eyni hamamda qarıyasız. Ayda, ala qız sənə görə küçük etdi yana. Sadəcə dedim səni. Allah mənə görə ne düşürə, bana da gücümüzün izdirirdi mən. Sənə görə oldu, gəldi soxdunuz hamama. De belimizi elə ver, qaşıram. Qaşıyım? Oyna. Sen, ben tekrar ama.
Deməli sən Kamal'la qızın videosunu çəkib Reyhana göstərmisən ki, bunu Reyhanın gözündən salasan? Videodakı qız da Kamal'ın bacısıymış. Bu hərəkətvə görə sən Reyhanın gözündən düşmüsən. Kamal da fürsətdən istifadə eləyib Reyhanla görüşmək istəyib. Mirvari Kamal'ın başına su töküb, sən də getmisən ora. Hamamda bu gördüğünüz şəxsiyyət Reyhanı küstürüb, sonra da qaçırdım. Ay koca bir şey. Onu kaçsaydım indene ki ben kasırdardım da lan. Bura gel ne kabaktan gelmiş dediysen. Şirin, dava vaxtıdır. Gəl, əl-elə verək, gedək Reyhan axtara. Reyhan! Ay Reyhan! 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 Hala diyana bu ne lan? Elime düştüm sen. Ayı bu da bizim alemde böyle şeyler yok diye. Şimdi mi seni tanırlar? Divijen ne Şirin? Vırrım yıkan Şirin. Elimden tutur. Uşağım mı? Ay Mətiş, sən bu maşını sürtüb böyrü nə günə qoymusan? Hələ faraları demirəm, faralar vamşi pis gündədir. Mən sənə belə maşın vermişdim. Bir usta tapıb danış gör neyinisən. Mən sabah səhərsə işə çıxmalıyam. Baba sen maşın sürürsən. Ne maşından danışır bu? Taksivatlıq eləyirəm. Olmaz, pul qazandıram da. Gündüzlər Rafiq sürür, gecədə mən. Dünən gecə aeroportda bir klient apardım, maşının böyrünü vurdum. Belə də ki, bu mənim ikinci işimdir, bildin? Bu dəqiqdə ne? İkinci işləndə ki, sənin birinci işin nədir ki? Şirin, Reyhan ortalıqda yoxdur. Sən mənə dəxilsiz suallar verirsən. Get əvvəl Reyhanı axtar tap, sonra mənə sual ver. Birinci işimi bilmirsən, hə? Kafe işlədirəm də. Kafe yadıma düşdü. Bildim. Qulaq az, biz gedək Reyhanı Mirvari xaladan soruşaq. Allah soruşdum da Mirvari xaladan deyib, bilmirəm hardadır. Ged özümüz axtaraq, gəl. Gəl edə. Gəl. Tez tapın. Qonşuda bir usta var, onunla söhbət elədim. Dedi bu maşın 300 manat xərci var. İndi gör neyinisən də sən. Ay Rafiq, narahat olma. Axşam pul səndədir. Dəqiq. O nə sözdür dəqiq? Məndə bəyəm yalan var. Məndə kəlmədir. Onda baxaq görək də, yap, Baxaq gözləyək. görək. Get. Все, ben misyam bitti. Ay bu dilotum yanardan çıxdı mənim qabağıma. Kimləri görürəm? Oktay müəllimin keyfi. Necəsiz Oktay müəllim? Siz hara, bura hara? Siz o şəhərin o başında qalırsınız. Xeyr ola buralarda Oktay müəllim. Qoy bir baxım sizə. Maşallah, tutu arıqlamışsınız Oktay müəllim. Oktay müəllim, bilirsiniz də, mən sizin yanınızda işə düzəlmək istəyirdim. Amma alınmadı. Amma mən bir yerdə dayana bilmirəm Oktay müəllim. Ona görə sizdən yanınızdan çıxan kimi elə mənə bir iş təklifi gəldi. Mən də başladım işləməyə. İndi öz işimi qurdum. Ay Oktay müəllim, müstəqil başladım çalışmağa. İndi istəyirəm ki, Oktay müəllim, mamamın mənim üçün qoyduğu yarpaq dolmasını daha müasir şəraitdə qızdırım. Bilirsiniz də, mamanın yarpaq dolması, adam istəyir ki, barmağının onunu da yalasın, özdə qatıq töküb. Bir dəqiq saxladım. Nəfəs al, bir dənə nəfəs al hərdən. Bayda bu cür danışdığıma görə mən səni işə götürmürdüm. Ne kadar adam danışır. Nəfəs al, o rayondakı bizim generator var diye axıra qədər gedir diye. Ama sen o ondan sanıyorsun. Elə deyirsiniz, sevgili olsun Oktay müəllim. Bəs yaxşı, burada xeyr ola. Burada mən xeyriyyətçiliklə məşğulam. Burada bir ehtiyacı olan ailə var. Dedim elə onu şey yaparım. Siz necə ürəyi açıq bir insansınız. Bilirsiniz niyə? Çünki mənim sırf bu işlərlə bağlı bir video kontentim var. Bu məsələləri çəkirəm və paylaşıram. Bir dəqiqə. Buyurun. Rusiyada, Avropada, Asiyada, yaxın uzaq şərqdə olan qardaşlarım, buyurun. Azərbaycanın qeyrətli oğlu Oktay müəllim bir kasıb ailənin ehtiyacını qarşılamaq üçün yardım alış-verişi eləyir. Oktay müəllim, sizi hamı tanımalıdır. Sizi görməlidirlər Oktay müəllim. Bəli əzizləyicilərim, indi biz baxacağıq görək Oktay müəllim nə alış-veriş eləyib və axırda qəbzi də mən sizlə paylaşacağam. Oktay müəllim, belə şeylər görülməlidir, mən bilirəm. Makarondur. Buyur. Bir dakika, ya daha harbi nasıl durdu bir dakika. Daha rahat çekirsən. Eşitməmsən, sağ əlin verdiyini sol əl bilməməlidir. Bir dakika, sağ əlin... Neyse, yaxşılıq eləyəndə mən heç kimə bildirmirəm. Ona görə gözəl sənin də iş xəbərin yox idi ki, mən belə işlər görürəm. Oktay müəllim, siz necə ürəyi açıq bir insansınız. Siz necə gözəl bir insansınız. Çox. Necə sadəlöv. Çox. Mən də
bizim nəsil də hamı sizlə fəxr eləyir. Sizin nəsil mənə heç zad eləyənməz. Mən getdim. Maşallah, maşallah. Atam, biz piyada davam edirik, sən də maşınla davam elə axtarmağa. Şirin yox, qaqaş, məndən bu qədər. Geyib işləməliyəm, Soundtrack mənə 1000 manat maaşı boş-boşuna vermir. Sizə sərf elədiyim vaxtı geyib işləsəydim, indi nə qədər çaq-çıxım olardı. Davay getdim, sağ olun. Nə bax ala, doğrudan 300 manat bonus verirlər. Allah hə də 100% da, doğrudan nə deyək? Ala bu Reyhan hardadır? Ala normal axtardı ala. Ara axtarıq da neyim, hardan tapın? Gedim Göygöz görsəydim ki, fala bax, bu hardadır? Görüyorsun sən? Mən nasıl qal? Göygöz kösa. Göygöz görsə sən də istələdin hə? Ala yekə oğlansan ha? Yaşından başından ötəki cahilsən, sən demirəm bisiklet çəkib buraya içəri girmə. Ala başın xərab deyil sənin. Mane olma kösəyə. Ya Olcar, di görüm Reyhan indi hardadır? Ay da hardadır, kösə hardadır. Sən bir dənə o stəkanla at da, o zərf dursa, mən hiss edirəm. O stəkanla at, oynayanıyam, mən bilirəm. Ala bu da gidiyor ne? O pəncüdü deyildi. Ha? Səhv oynayır bu. Bir də gidiyor ne? Sən necə Göygöz kösə, sən gözlərin rəngi başqadır. O kinoda elə idi. Real həyatda gözlərim qəhvə idi. Hə, kinoda göydə, düzdür. Sən çağır et sana. Kim qalar? Nədir? Ha, Xose? Qaqa, Reyhan tapmışam. Restorandadır. Restoran sana da bilin, restorandadır. Qaqa, mən restoranda parkoşik işləyirəm axı. Düzdür, nənəm demiş, eşidincinə demə, o hesabların nəfsi pisdir. Nəysə. Reyhanı bizim restorana girəndə gördüm. Yaxşı, dava, gələm. Ne oldu ha? Xose Reyhan restoranda görmüş. Getdik. Bəs bu? Hara deyəmə. Məs mənim pulum? Hara qaçdınız? Ya Oğuz'a, di görüm bəs oğlanlıq hardadır? Oktay geldin. Ne kadar şey olmuşsan. Ben bir de fiştaşka istemiştim. Əcəb qızdır ya. Bunun pistəşkadan başqa heç nədə gözü yoxdur ya. Bu başa düşmür ki, bu aldığım şeylərin ədəvəsiylə 2 dənə pistəşka almaq olar. Elə şey olar ki, sən Oktay'a pistəşka tapşırasan, Oktay qalan şeyləri almıyor. Burada ürəyin istəyən hər şeyi alıb gətirmişəm, sən. Bəli, əziz tamaşaçılar. Oktay müəllim ehtiyacı olan bir ailəyə yardım gətirib. Eşq olsun sizə Oktay müəllim. İndi isə gəlin bu ailə ilə yaxından tanış olaq. Belə ediyor, ne olmuş? Oktay müəllim, xatırladım ki, siz canlı yayımdasınız. Canlı yayım? Ay Oktay, sən bu vəziyyətdən heç cürə çıxanmazsan. Ay, bir şey fikirləşmək lazımdır. Oktay müəllim, hal-hazırda sizi 2000 insan izləyir. Eşq olsun sizlərə. İndi isə gəlin bu mənzilin şəraiti ilə tanış olaq. Oktay bu kimdir? Mənə bax, sən o bir dənə cinsin var, deyə belə cırıq. O belə pencəyi də var idi, o da cırıq idi. Onu çiynə bilərsən. Oktay! Yaş, gir baxım görüm, hardan mən. Gir səni. Sana. Sizdə nəsə bir variant varsa bu vəziyyətdən çıxmağa, xahiş edirəm aşağıdakı nömrələrə yazıb göndərə bilərsiniz. Vay. Ay Oktay, sən yardım eləyən çıxmısan? Bir dənə qıza baxım yaxşı. Ay Mətiş, sənin çörəyin öz ayağı ilə qapına gəlib. Dur ayağa, dur. Get, Oktay'dan 300 manatı al, onun nəfəsini belə kəs. Bilmirəm belə şeylər üçün. Pul. Şirin qardaş, 50 manata xırdan var. Haracan manat mənə yağma. Söhbət xırdalamağa gəlir, ala. 50 manat mənim üçün nədir ki? Burada dün başqa dedim mən.
Axırda mı oğlanda? Axırda səndə pul olanda biz gəlib turbo saqqızı almışdıq. Meyxanaçılar da ki 07-də gəzirdi. Yekədiş Ronaldo Inter'də oynayırdı. Rafet Erroman Bakı yolu tanımır deyə. Bundan sonra pulum olacaq qaqa. Atışıb nə salanda pulum olmadığına görə məni kana göndərə bilməyəcəksiniz. Niyə? Çünki bu oğlan qaqa Soundride düzəlir. Ayda 1000 manat maaş, 200 də bonus. Neydən qaqa? Yəni maaş almısan? Bəs neydən? Onda getdi o yummağa. Sana var. Şirin. Getdik qonaqlığımızı. Qapına sən. Geç atı. Sana var. Atır. Baş sponsor Soundride. Salam brat, salam. Deməli, belə bir dənə söhbət var. Mən bu rus qızından boşanmalıyam ki, gedim Siryozumla evlənim. Mən də Siryozumun bu traktorun biçinə həsrət qaldığım kimi Siryozuma həsrət qalmışam. Başa düşdün necə? Rus qız da deyir ki, mənə New Holland traktoru gətir, ondan sonra səninlə boşanım. Bildin necə? Yəni belə bir nidarazumeniya baş verir. Nadırzumeniya. Bəs bu yanındakı kimdir? Bu yanındakı mən rus dilində sözü deyə bilməyəndə, bu da deyə bilməyəndir. Bəs məndən nə istəyirsiniz? Atam etsən, sən bu traktoru bir günlük ver mənə. Aparım onu verim rus qızına, məndən boşansın. Sonra abrakda gətirim qaytan verim sənə də. Mən bu New Holland traktorundan günümə aşağısı 300 manat pul qazanıram. Mən bunu sizə versəm 300 manat pul itirəcəm bir günümə. Yaxşısı, sən get Prior Leasingdən bir dənə traktor götür kreditlə. Apar ver rus qızına. Kakraz 40%-ni də dövlət ödəyir. 40%. Atam, olmaz ki, mən sənə 300 manat verim, bunu bir günlük mənə verəsən. Gedim işlərimi həll edeyim, sonra abrakda gətirim qaytarım da. Mənə bu 300 manat tapa bilərik. Traktoru almaq şərtləri daha yaxşıdır. Nəinki bu 300 manat tapmaq. Xosey, sən onda navigatora Prior Leasing yaz, gəl işlərimizi həll edirik. Piyada gelirsiniz. Onda siz bu il bitim vaxtını düşə bilmədiniz ki. Doğrudan. Alay. Hangi Prior? Xüsusi sponsor New Holland traktorları. Qurtardı. Mən atonla yola gedə bilmirəm. Alınmır da zordan deyir ki. Uf mama, 25 ildir bir yerdə sizə. Get, atamın qol qabağı var, danış, söhbət elə onunla. Danışmaq olur ki, 2 kəlmə söz demək istəyirəm. Qulaq asmır, durur, çıxır, gedir. Mən sənə deyəcəm nə etmək lazımdır. Götürürsən bax bu iri dənəli, dadlı, duzlu patron tulunu, verirsən atama. O da çırtlayır, nə qədər danışsan qulaq asacaq sənə. Deyirsən işə yarayar? Əlbəttə. Görmürsənsə bu ayaqdan danışırsan, mən sənə qulaq asıram. Xüsusi sponsor Patron Tumları. Bu nə dolu? Sən xeyir olun mənim Siryozumun məhəlləsində, hə? İstəyirsən səni bir dənə fitə aparsınlar, gətirilməsinlər. Nədən, hə? Allah, sən nə gic elədin Allah? Gətirmək lazımdır, aparmaq lazımdır. 20 kisə sement təşkil edə bilərsən mənə? Mənə baxın, 20 kisə sementi nə edirsən? Allah, aşağıda dayanmamışdın bayaqlar. Heykəlimi qoyacam orada. Elə bir şey, hər dəfə yerində görəcək, gəlində görəcək mən. Nə heykəli? Hansı yaxşı hərəkət görəsən heykəlin olmalıdır burada, hə? Özə sənə 20 kisə sement çoxdur. Bu yaxınlarda hamamı remont eləmişəm. Bir stəkan sement qalıb daşlayıb verərəm ona, ondan nəsə deyərsən. Allah, nə bazı sement? Mənə heç olmasa bir 15 kisə ələtək mənim başıma gedəcək sement. Məhəllə fəxr eləməlidir ki, mənim kimi oğlan var məhəllədə. Məhəllə sənlə belə fəxr eləmək üçün görələ səhər saat 11-də yuxudan durdun, hələ o bəsdir, o kifayətdir. Hə. Sən tut burayı. Mən orada sənə dalaşacağam. Buraya. Danışacaqsan, deyə hala, plasa biritsirsənsə, hələ sənə heykəl qoyulmalıdır. Mən sənə razı. Nə lazımdır sənə kömək edeyim. Maşındır, fəhləçilikdir, hamısını özüm edirəm. Amma o plasa bir hansı əllə tutdum. Bax, bir dənə o əlin lazımdır, hə. Üzün zadın lazımdır, o qolun lazımdır. O heykəlini qoyaram. Şəxsən mən eləyərəm onu. Bax, belə. Xüsusi sponsor Plus Over. Ahmet, səni niyə çağırmışam? Mənə təcili bir məsləhət lazımdır. Məsləhət vermək pullandı. Mən o boyda təcrübəni, havayı ona buna xərcləyə bilmərəm. Şöyle bir məsləhəti indi götürürəm, birini sonra götürəcəm. Bu başqa məsələ. İndi ver sualı. Bax Mədiş, mən qıraqdakı gilə gedirəm. Canı yanmış, çox gözəldir. Digər ki, yemək hazırlayıram. Bilinə vuram, iddialı olum. Amma gəlirəm evə, mirvari bir dadlı yeməklər pişirir. Yeməyi yeyə va beləm, üzünü görün. Mən nə tər edeyim, nəyi dəyişdirim ki, bunları tərəzinin ayrı-ayrı gözlərinə qoyanda o tərəzi eyni gəlsin də. Mən deyim də, ya mirvarini plastik əməliyyat elətdirirsən, ya da ki, qıraqdakına bax, patron yağı alıb verirsən. Patron yağı ilə pişirilən yeməklər çox dadlı olur. Yaxşı fikirdir.
Amma mən istəmirəm ki, həkimləri çətinliyə salım. Nırvanın plastik əməliyyatı uzun sürəcək. Ondan sonra bir də patron yağı aparıb verəm qıraqdakına. Yeməkləri dadlı olur. Mirvarı ilə də dostluğumu möhkəmlədirəm də. Nə lazımdır, nə? Yağı verək aparım da qıraq. Yox, niyə verirəm ki? Evimizə almışam ha. Buydu, bunu yaxşı. Marketlərdə vardı, ged al da. Dur gedək. Özümün də. Xüsusi sponsor Patron tumları. Hala biz bura girə bilməyiz. Niyə? Hala bura tək oğlanları buraxmırlar da, gərək qızla girəsən. Ha, indi başa düşdün tək oğlan nə deməkdir? Hala bu nə zarafat deyirsən? Sən hala bu nə deyir? Hala 11-ci sinifdə dəftəri qarnına qoyub girən uşaqların zarafatlarını deyirsən mənə. Ay sinif yoldaşları dərsdən qaçan, onları müəllimi naxadı satan prikitka yapan maşını. Ha, sənin qardaşın gör nə edəcək? Mən bilərəm bura necə girmək lazımdır. Eşidirsən? Görsən xaricisən? Hə, xaricisən Azərbaycanca danışma. Hə, belə ingilis sözlər zat. Gəl bura. Gəl mən nə idi? Gəl bura. Gəl bura. Is the pick, is the lap, is the moment ki stupid. Hello my friend. Azərbaycansız? No Azərbaycan. Japan? Germany. Money, Nemecka short. Germany. Onda belə çıxır. Mən sizi söylesəm heç başa düşməyəsiniz də. Oh, sounds good. Good sounds. Mən sizin Adamı da gidiyor. Saklala. Hara getdin, çıxdın alasan. Mən heç o qohumları tanımıram oje. Onlarla çoxdan sivəz itirmişəm. Hara getdin adam? Valla dedim basın bayrağı. Bunların vidinə fasonuna bax. Hələ buna bax. Bu vidranı özünü turist kimi aparır. Hala. Sən arasın bir qala. Bu saçı barası. Bir gedeyim atam. Atam bax, heç sənin 40 yaşın olmaz. 35. 35 görsən bildim. Cavan oğlansan, böyrə evi bağla, soyuğa vermə, altdan nəsə giyin evdən çıxanda, xəstələnərsən, 2 dəqiqədən bir dərman açıb geyəcəksən tualetə. Hələ sənin gələcəyin qabaqdadır. Valla dedim basın bayrağı. Dedi basın bayrağı. So. My friend. Arada yana şık eləmə də. Ay, Mənə bax. Mən bilirəm bura necə girə bilərik biz. Necə? Ay ana. Oh. Ay canım. Oy. Ay ayaq. Ay oturun burada. Oh. Oy ayağım. Ay. Səfa gətirib, nə yaxşı gəlmisiniz. Cibiniz dolu olsun. Bax, 3 ayda ayağımı görürsən, sınıb. Nə işləyə bilirəm, nə gecələr yata bilirəm, nə dura bilirəm. Yazığam, yaxşı ki siz varsınız. Bizə kömək eləyirsiniz. Sizin kimi insanlar çox olsun. Narahat olma. Oktay qardaş, elə evin kirayəsini verə bilmirəm. Evin yəsi zəng elib deyir ki, kirəni gecikdirdiyimizə görə sizi evdən qovacağam. Mən ilin günün bu vaxtında hara gedim? Yağış, qar, tufan, soyuq, isti. Narahat olma, nə deyim? Sizin evi görmüşydün, 305 manat aylıq pulu var da veremem. Yox, elə deyil ay Oktay qardaş. 1000 manatdır. 1000 manat antikvar evdə ona görə. Bəli, əziz tamaşaçılar, görürsünüz canlı yayımda Oktay müəllim bir ehtiyacı olan anamızın evinin kirayəsini ödəyir. 1000 dəqiq. 1000. Mən verirəm, amma gələn ayda biraz daha yaxşı və ekonomik bir evə keçərik. Çox sağ olun, çox var olun. İcazə verin, sizin əllərinizdə. Bir dəqiqə, hə, dur. Narahat olma, yəni biz həmişə yaxşılıqlarda kasıb insanların yanındayıq. Ay oğlum, bəsdir məni çəkdin. Mən istəmirəm mənim bu vəziyyətimdə başqaları görsün. Mənim kimi ailələr çoxdur. Gedin o ailələrdə çəkin, göstərin. Xanım, sizi tanıyırlar. Deyirlər ki, biz bu xalanı tanıyırıq. Bu Məhtiş xaladır. Sizi hardan tanıyırlar? Özün nətər 120 ilə bu situasiyanın içinə girmisənsə, elə də zadniyə at, yavaş-yavaş sür. Ay qardaş, məni tanımayan var bəyəm. İt də tanıyır, qurt da tanıyır. Bazarda meyvə tərəvəz işinə baxıram. Evdən də qaşıqdan, bıçaqdan bir dənə olur, onları satıram. Bəsdir bolam. Çək, yüzünü çək. Məhtiş xala, nə vaxt ehtiyacınız olsa Oktay müəllimə deyin, mən gəlim sizin mənzili də işıqlandırım. Məsələn, bir şey deyim, yaxşı qutardıq ha. Uy, sumunlu. Gözən yaxşı qurtarmadıq.
Heç yaxşı qurtarmadıq, bilmək olmaz. Hə, tez ol. Bu 1000 manatı verdin, əvvəlki cərimənin puludur. İndi də bu vəziyyətin şotunu ver, çıxım gedim. Elə bir futbolda oyunçu kobudluq eləyir, hakim sarı kartı yadında saxlayır, amma oyunu saxlamır. İkinci dəfə kobudluq eləyəndə hakim oyunu saxlayır, dalbadal ona 2 dənə sarı verir. Bax, sən indi o vəziyyətdəsən. Tez ol, pulumu ver. Ver, çıxım gedim, işim gücüm var. Sən elə bil, UEFA'nın o Hakimlər Komitəsinin İcraiyyə Komitəsinin sədri deyilsən, ha, belə yiyətsən. Gələ bunu halallıq da istəməm. Onu da ver. Yerə git, götür istirahətə gəlmiş. Bu bütün məni narahat elədi, inansan. Ömür boyu cimiyəcəksən ki, bir dəfə də. Deyirəm, sıxır da narahatdır. Atacı nə deyimsən? Hala mən Şirin, bir işi gördümsə ömrü bu axıra kimi gedirəm, bildin? Baxmara giyindim, nəsə yoxlayarlar, bu hər şey yerində olsun da. Hayda, Reyhan'a var, oradadır Reyhan. Birinci özüm yaxınlaşacağım. Nə, hala saxla hala. Birinci özüm. Hələ qoyaram cırıq-cırıq. Hala diyan hala, saxla hala. Özüm, mən yaxınlaşıram. Hala dedim özüm də hala. Diyan, qoy özüm yaxınlaşım. Diyan hala. Reyhan'a kim patxo dedi? Hala ona baxalım. Benim tutarlar ki bu değil mi? Yoxsa əslində. Sen necəsin o gündən sonra? Yaxşı olmuş. Neynəsiz xanımlar? Şirin, Kamal, siz niyə bu vəziyyətdəsiz? Neyinirsiniz? Seriozum, xanımlar deyəndə ki, bunu başa düşdüyürsün, mənə xanım demə də. Cavad, yaxşısan? Mən yaxşıyam, amma bunlar yaxşı olmayacaq. Yollarım, neyse.